belə deyək, bu günləri 18, 17, 19, 20 yaş, 25 yaşa qədər deyək də, yeni idmançılar UFC-də döyüşə biləcək, belə deyək də, potensiala malik idmançılar tanıyıram. Niyə çıxmırlar ortalığa? Məsəl üçün bu dəqiqə Instagram üzərindən sponsor. Yox, mən başa düşürəm. Bax, mən sizə bir söz deyim də. O sualı mənə də çox verirlər ki, niyə bizim idmançılar məsələn UFC-də çıxış eləmirlər? Gözəl qeyd elədin. Hər şeyi dövlətdən gözləmək olmaz. Bir idmançının buradan məsələn Amerikaya getməyi və yaxud da ki, başqa bir ölkəyə çox böyük vəsait tələb edir. Orada təlim məşq toplanışları keçməlidir. Orada təcrübə qazanmalıdır. Təkcə burada bir zalda məşq eləyib, bir zalda döyüşüb, sən gedib UFC-yə çıxa bilmərsən. Sən gedib UFC-dir, Ryzen-dir, Bellator-dur və digər nüfuzlu təşkilatların da əsasən UFC ilə Ryzen gedir. Orada döyüşmək üçün sən müxtəlif təlim məşq bazalarında, yəni Taylandda, Amerikada, Yaponiyada, Braziliyada sən burada təcrübə toplamalısan. Sən müəyyən yarışlarda iştirak edib təcrübə qazanmalısan. Okey. Təcrübə qazandın, yarışlarda qalib gəldin, artıq yetişmisən, həm psixoloji olaraq, təcrübə baxımdan, fiziki olaraq UFC-də döyüşməyə hazırsan. Var elə bir idmançılarımız. Amma bununla yarışda iştirak üçün bu insan gedib ən azından bir Amerikada bir ay qalmalıdır. Yeməlidir, içməlidir, məşq eləməlidir. Ailəlidirsə, ailəsinə də baxmalıdır. Bunlar hamısı böyük qonorarlar tələb edir. Bizdə də, yenə deyirəm, sponsor mədəniyyətimiz yaxşı formalaşdırmadığına görə, sponsor baxımından idmançılarımız qıtlıq çəkdiyinə görə bizim idmançı gedib çıxa bilmir ora. Gedib o yarışda, o təşkilatda iştirak edə bilmir. Sırf maddiyyatı bağlıdır. Yəni bunun maddi bazası olsa, bu UFC-yə biz bu günləri tək Tofiq yox, biz çox idmançı verə bilərik. İndi mən belə deyim, siz bayaqlar elə efirdən öncə qayıdıb desən ki, məsələn, Dağıstanlılar, Qafqaz belə deyək də, şeydir, idmançı daha çox bu dəqiqə. İndi mən də sizə söyləyim, indi dostlarımızdır, dost belə deyək də, qardaş xalqlardır bizə. Çox oradan mən özüm dostlarımız var, idmançıları tanıyıram. Amma Azərbaycandan, yəni ümumi toplasaq, bizim daha çox idmançılarımız var ki, o səviyyədə çıxış edir. Sadəcə olaraq, bax, nəyə görə, mənə o sual da verirlər. Niyə Gürcüstandan çıxır, niyə Çeçenistandan çıxır, Dağıstandan çıxır, da digər Qafqaz belə xalqlarından çıxır, bizdən çıxmır. Çünki onlara sponsorluq eləyən var. Çünki onlar ora gedib çıxana qədər təkcə UFC-yə gedib çıxmaq üçün sponsorluq lazım deyil eləmək. Hələm ora qədər də bir gedilən yol var axı. Bunun məşqləri var, bunun qidaları var, qidalanmağı var, bunun vitaminizasiyası var. Yəni çox o uzun illər həmin idmançıların üzərində işləyirlər. Ona görə də məsələn üçün bir 10 il bundan qabaq başlayan proses bu günləri özünü doğrultmağa başlayır. Gəlin belə bir nümunələr gətirək də, indi bu dəqiqə özünüz də bilirsiniz. İstər Conor öz olsun, istər Merab olsun, bu Gürcü, əslən Gürcü olan və UFC-də müəyyən bir uğur qazanan, onlar hamısı görürsünüz də, həm fəhləlik eləyib, həm də UFC-də gəlib nəticə verib. Yəni hər şey biz duraq, deyək ki, misal mən sizə bir söz deyim, gəlsin, elə mən oturum. Fəhləlik eləyib UFC-nin çempionu olmayıblar. Fəhləlik eləyə bilərlər. Məşq eləyiblər. Məşq eləyib, amma onların sponsorları olmasaydı, onlar gedib ora çıxmazdı. Çünki indi bilmirəm, siz olmusunuz, olmamısınız. Amerikada məsələn üçün əsas belə deyək də, daha yaxşı baza oradadır da, oranın məktəbi çox güclüdür. Orada gedib təlim məşq toplantılarında iştirak eləmədə ən az bir ay, 2 ay orada qalmalısan, bu hava ilə tanış olmalısan, və yaxud Taylanda gedirsən, və yaxud Yaponiyaya gedirsən. Çox bahadır. Orada yaşamaq, yəni bizim ölkə ilə müqayisədə, yəni mən deyərdim müqayisə eləmərəm.
Çox bahalı yaşamaq. Bəs bu insan məsələn bir aylıq gedir ora. Orada yenə deyirəm, onun təlim məşqi var, onun qidalanmağı var, onun vitaminizasiyası var. Və qeyd elədiyim kimi ailəlidirsə ailəsinə baxmaq var. Bunlar hamısı küllü miqdarda, yəni burada az məbləğdən getmir söhbət. Başa düşürəm. Yəni onların sponsoru olmasaydı, onlar gedib orada rahat belə deyək də məşq eləyib, təcrübə toplayıb. Bu cürdə idmançılar ona görə PR menecerlərlə çalışmalıdır. Razıyam. Menecerlər və federasiyalar Yenə də deyirəm, işləməlidir onlarla. İstəyir dünya çempionu olsun, istəyir Avropa çempionu olsun, istəyir digər MMA, UFC olsun, digər təşkilatlar olsun. Buradan sən çempion vermək istəyirsənsə, idmançıya yəni investisiya yatırmalısan. Bax məsələn üçün sizə Merab və yaxud da Həbib. Bəlkə Həbib çempion olmamışdan qabaq indi Dağıstanı tanıyırdılar və yaxud da Gürcüstanı da tanıyır. Amma Həbibdən sonra bütün dünya Dağıstanı tanıdı. Seminarlara gəlib. Yəni tək seminarlara gəlməkdən getmir də. Yəni bütün dünya görürsüz bir nəfər idmançıya görə bütün dünya o insanın həm milliyyətini, hansı millətə mənsub olduğunu, həm ölkəsini tanıdı. Yəni indi görün idman ölkəni tanıtdırma baxımından nə dərəcədə belə deyək də. İndi biz siz nə Həbib tanıtdı, amma